Hər bir günahın əsli, kökü kibir. Mömin insan o zaman qəzəbdən və şəhvətdən istifadə etməlidir ki, ağıl tələb eləyir. Böyük hədəflərə gedən yol təkcə bilgi ilə getmiyor. Bir yerdən sonra adam süsləşir. Bildiniz şeytan düşməndir, amma onun istəkləri ilə oturdunuz. Ətrafına sarılmış o divarı sındırmaq üçün üsyan eləməlidir nəfsinə qarşı, şeytana qarşı. Ya belə deyək də, gedib getməmək üçün sənə seçim verilməyib, hara gedib getməmək üçün sənə seçim verilməyib. Bəli. Çox mövzuları bilirik, amma əməl edə bilmirik, iman yoxdur deyə. Bismillahirrahmanirrahim. Əziz və möhtərəm izləyicilər, Allahın salamı olsun sizə, hər vaxtınız xeyirli olsun, gələn günləriniz xeyirli olsun. Doğru Yanaşma efirdədir. Bu gün də maraqlı söhbətimiz olacaq. Dəyərli, əziz ustadların gözəl söhbətlərini dinləyəcəksiniz. İlk öncə xahişimiz budur, proqramı paylaşın dostlarınızla, onlar da izləyə bilsinlər. Mən ustadları sizə təqdim etmək istəyirəm. Salam olsun əziz dəyərli ustadlarımıza. Axund Azər Sani, Hacı Mir Cəfər Eyyubov, Hacı Ramil Bədəlov, dəyərli ruhani alimlər, ilahiyyatçılar, xoş gördük sizi. Allahın salamı olsun sizə bir daha. Mən istəyirəm ilk öncə sualları səsləndirim. İnşallah sonra bölüşərik, cavabları eşidərik. Necə edək ki, zehni məlumatlarımız qəlbi inanclara çevrilsin. İmanımız artsın. Çox mövzuları bilirik, amma əməl edə bilmirik. İman yoxdur deyə. Bilgi həddində qalır. Öz bilgilərimizin əksinə hərəkət edirik adətən. Necə edək ki, bu məlumatlar mərifətə çevrilsin və necə etmək olar ki, əqlimiz qəlbimizlə vəhdət təşkil etsin. Bunların yolu nədir, amilləri nədir və imanın nişanələri və nəticələri nədir? Biraz çox oldu elə biləm sual, amma ustadlar üçün problemi yoxdur. Söz sizdədir inşallah. Buyurun. Bismillahirrahmanirrahim. Əvvəla insan birinci düzgün baxmalıdır. İkinci düz bildiyinə əməl eləməlidir. Bir əqli nəzəri var, bir əqli əməli var. Bir şeyi həqiqət bilirsən, bilirsən ki, bu düzdür. Və ondan sonra başlanır, meydan açılır sənə üçün ki, o düzü tətbiq eləyə biləcəksən, yoxsa bilməyəcəksən. Ondan əvvəl bir məsələni deyim ki, əxlaq alimləri deyirlər ki, bütün günahların kökü təkəbbürdən başlayır. Hər bir günahın əsli, kökü kibirdir, təkəbbürdür. Hansı günah olursa olsun. Axtarsın, araşdırsın, axırı gəlir kibirə çıxır. İnsanda belə bir xüsusiyyət var. İnsan öz ağlını həmişə üstün bilir və hadisəyə baxanda bir münsif kimi baxır. Hər bir məsələni bir münsif kimi, görək ki, bu qiymət verəndir, bu xiridardır, bəli, bu xoşuma gəldi, bu əla, gözəl və bu ilə də kifayətlənir. Yaxşıdır, gözəldir, buyur əməl elə də. Əməl eləmək lazımdır axı buna. İnsanın o nə ki həqiqəti bildi, onu həyata keçirməsi var ha. O insana mərifət verir. O artıq Quranda da bəzən deyir ki, niyə iman gətirmirlər, niyə ağıllanmırlar, niyə tədbir tökmürlər? Əfəla yefqəhun var ha. Niyə bunu yaşamırlar? Məsələni o yaşamaq var ha. O sənin həyatın, o yaşantıya çevrilməlidir. İslam, din əslində nədir? Öz həyatı Allah istədiyi kimi nizamlayasan. Onda insan nə iş görsə bir ibadətdir. Vacib deyil, hələ namaz olsun. Onlar oturduqda da, uzandıqda da, durduqda da ibadətdədirlər. O cür insanlar. Hər nə görürsə, elə bil ilahi rəngə boyuyub özünü ki, nə iş görürsə, o elə ibadətə çevrilir.
Bunun üçün məsələni biraz belə təhlil eləyir ki, namaz üçün deyirlər ki, fəhşa və münkərdən səni uzaqlaşdırır. Fəhşa şəhvətdən doğan günahlardır, münkər qəzəbdən doğan günahlardır. Bəzi adamlar deyirlər ki, biz namaz qılırıq, amma biz uzaqlaşa bilmirik günahdan. Bu necədir? Namaz, axı Allah deyib ki, səni fəhşa və münkərdən uzaqlaşdırır. Niyə uzaqlaşa bilmirəm? Bunu bir dənə sadə bir misalla istəyirəm başa salım. Barmağım bir palçığa batıb. Bir stəkan su kifayət eləyir bunu yumağa. Amma əlim bütöv batanda biraz artıq su lazımdır. Amma bütün bədənim buna batanda Daha çox. artıq başqa üsullardır ki, daha yeyib çinmək lazımdır. Bunun məsələləri böyüyür artıq. Bizim gördüyümüz işlər var ha. Elə bil ki, bizim bütün bədənimiz çirkabı batıb, bir dənə barmaq təmizləyən qədər bir stəkan su götürürük. Ha, bu nə oldu? Bu effekt vermədi. Əli əleyhissalamdan soruşurlar bu məsələni. Deyirlər ki, məsəl üçün o necə olur ki, o əqli nəzəri çevrilsin, əqli əməliyə, işə başlayasan, bunun üçün nə lazımdır? Əli əleyhissalam deyir ki, bu əsas 4 məsələdən ibarətdir. Birinci məsələsi odur ki, sənin ehtiyacın olan qədər Allaha ibadət elə. Diqqət elə, ehtiyacın nə qədər? İnsan ehtiyac içərisindədir zaten. İnsan an Allaha ehtiyacı var. Allaha deyir ibadətdə ehtiyacın nə qədərdir? O qədər. Bu bir. Deyir ikinci, günahı, o günahı elə günah ki, onun nəticəsinə nə edə bilərsən? Dözə bilərsən, cəzasına, əziyyətinə dözə biləcəyin günahı elə. Mümkündürmü bu? Bu da dolayışı yolun o demək ki, günah eləmə. Yolların deyir, ha, sual verirlər, yolların deyir. İbadət və elə günah ki, Allaha nə qədər ehtiyacın var o qədər. O günah elə günah ki, o günahın arxasında dayana bilərsən, yəni sonucuna qatlaşa bilərsən. Dünyayla münasibətdə belə ol günah ki, dünyada nə qədər qalacaqsan, o qədər xidmət elə dünyaya. Və dünya ömrü də ki, Quran-ı Kərim nə qədər deyir ki, çox azdır. Və axirət məsələlərini isə nə qədər qalacaqsan, o qədər düşün, o qədər tədbir tökünəm. 4 dənə yol deyir və özü də deyir ki, bu 4 kəlmədir deyir. Bu 4 kəlmədən ibarətdir. Ondan qalanı da ki, demək olar ki, onun necə deyərlər, bərbəzə idi, ondan çıxan nəticələrdir. Əsas məsələ, əsas həmən o 4 dənə məsələdir. Ki, bu haqda biraz da geniş danışmaq olar, ancaq inşallah ki, Allah sizdən razı olsun. tək mən danışmayayım da, yəni. Çox qəşəng. Təşəkkür edirəm. Əvvəla mövzu elə biləm çox yaxşı mövzudur, həm də elə Ramazan ayına yaxın bir ərəfədə belə mövzular daha aktualdır və çox ehtiyaclı mövzu kimi düşünürəm bu mövzunu və Axunddan Allah razı olsun. Yaxşı mövzulara toxundu. Seyidimiz, Seyid ağa da inşallah buyuracaqlar fikirlərini. Qəşəng sualdır əslində ki, necə eləyək ki, biz zehni məlumatlarımız qəlbi mərifətlərə çevrilsin də. Yəni, təkcə bilgi şəklində qalmasın da, söz, hərf şəklində qalmasın. Söz, hərf materiyadır da, o metafizika o qədər təsir eləyə bilməz ki, qəlb təsir eləyə bilir də o bir aləmə. Çünki qəlb ora aiddir. Ona görə də biz eləməliyik ki, bu zehni məlumatlar qəlbi inanclara çevrilsin. Yəni, bir sözlə imana çevrilsin. Bu üçün axın bir yoldur, yaxşı, gözəl bir mövzuya toxundu. Əhl-i Beytin, Əleyhissalamın dilindən deyirsən. Və məndə bir neçə alimin bir fikri var. Əslində 4 dənədir. Mən hamısını indi demək istəmirəm. İstəyirəm elə birimizlə danışaq da. Bir yol deyirlər ki, necə eləyək ki, bu məlumat qəlbimizin mərifətinə çevrilsin. Adını belə qoyub böyük ustadlar təlqin deyirlər adına. Deyir ki,
nəzərə al ki, ilk əvvəl elə belə başlamalısan. Adam bir dilində başlayır zikr eləməyə. Bizdə bir dənə böyük problemlərdən biri budur ki, biz birdən başlamaq istəyirik, hər şeyi həll eləmək istəyirik. Mən Əvvəl vird olmalıdır, ondan sonra zikr olmalıdır da. Əvvəl belə bənzətmələri var əxlaq üstaddan. Deyir ki, elə bir ki, qəlb elə bir uşağa bənzəyir, özü dil açmamış uşağa bənzəyir. Sən dilinlə onu başlayırsan zikirləri ötürməyə o qəlbə. Necə görsən uşağa ana deyir, bala de ana. De ana, hələ demir, axı açılmayıb da dili. Amma deyir, nəzərə al ki, uşaqdır hələ o qəlbə. Dili açılmayıb. Sən zikir ona təkrar elə. Zikir ona təkrar elə. Aramla belə. Qəlbivə təlqin eləməyə başla. İndi, mən demirəm, səhərdə axşamayacan, yox. Müəyyən vaxtlar da deyirlər, ələl xüsus. Gecə namazının vaxtı ərəfəsi. Fikir verirsiniz, gecə namazının 300 dəfə əl-əf kəlməsi var. Və yaxud tulu-eyn dillərdə sübh azanından gün çıxana tərəf olan vaxt. Hər ikisi də Quranda da keçib bu vaxtlara. Və subh izə tənəffəs, and olsun sübhə. Ya məsələn deyir, İnnə naşiyyətə leyli yə əşəddu vətən və əqvamu qilən. Yaxşı fürsətdir, yaxşı vaxtdır, təbii vaxtıdır. Təbii. Yəni, o vaxt bir var görsən, bəzi vaxtlar, belə deyək də, iqlimə, şəraitə uyğundur. O vaxt bir əkin əkirlər, bir də var, yaradırlar ki, orada istini düzəldirlər, havanı və s. Bir süni yaradırlar. Bir təbiətin öz vaxtı olur o ərəfədə. Deyirlər, o gün içərisində ən yaxşı, o təbii vaxtlardan biri hansı vaxtı? Gecə vaxtıdır, o sübhdən sonraki vaxtı. Hətta məsələn, Yaqub Peyğəmbərin özü deyir, səvfə əstəğfir ləkum. O vaxtı var, eləyəcəm sizin üçün istiğfar. Xüsusi vaxt. Ələl xüsus məsələn, o vaxtı insan başlaya müəyyən o zikirləri dilinə gətirən. Məsələn, Allahın o adlarını zikr eləyən, Subhanallah, La ilahə illallah, Əlhəmdülillah, Allah kəlmələrini başlayır dilinə inəməyə, gətirməyə və dili ilə qəlbinə diktə eləməyə. Ələl xüsus çünki o vaxtda, axşamda dünyanın biraz cazibəsi azalır. Axşam axı dünyanın çək-çörü çoxdur da, insanı o yana dartır. Biraz elə bir ki, məhdudlaşır onun cəzbi, cazibəsi, ziri, zinəti. Ona görə o vaxtı ələl xüsus deyirlər bizə. Çünki günün söhbəti dildarıda az söhbət olur. Gecələr aşıqın məşuqa üçün fürsət olur. Sağ ol. Eşq dərdinə düşənlər, yuxu bilməz gecələr. Hər kimin yoxdursa bu dərdi yatır, rahat olur. Qəşəng, sağ olacaq. Əvvəl bu mərhələdə dil müəllimdir, qəlb tələbədir. O deyir, di. Çətini qəlb oyana qədərdir. Bir müddət qəlb olur zakir, deyir. Qəlb oyandı. Dil ona daha tabidir. Artıq qəlb insanı hərəkətə gətirir. İnsan ki, qəlbi oldu zakir, Quranda ayə var deyir, vəzkur rəbbəkə fi nəfsikə. Allah buyurur, o canınla zikr elə. Elə ki, can başladı danışmağa, başqa yerdə buyurur, Qulləhum fi ənfusihim qovlən. Bəliğə olmalıdır, axırına baxmaq lazım. Deyir, Peyğəmbər elə danış ki, canlılara yetişsin. Fi ənfusihim, qulaqlarına yox. Artıq ki, can zakir oldu, can zikr elədi, daha müəllim candır, qəlbdir, ruhdur. O daha başlayır dilə dikt eləməyə. Daha qəlb deyir, dil başlayır Subhanallah deməyə. Qul kullun ya'məl ələ şakilətihi. Hər öz şakiləsinə uyğun əməl edir. Daha batin ki deyişildi, başlayır dilə neynəməyə, gözə, dilə komanda verməyə. Daha müəllim burada nədir? Candır. Tələbə burada dildir. Deyişildi, vəziyyət deyişildi. O deyir, özü onda deyir, şirinliyi də duymağa başlayırsan da, deyir, görsən, ana deyir, balaya dinən, ana demir, axırda deyir, dinə ana, bir sinəməz o deyəndə, ana sevmiyor, axır dil açdı. O deyir, fərəh, sevinç gəlir anaya ki, şükür Allaha, balam artıq deyir, danışır. Ona görə buyururlar ki, birinci yolu budur ki, müəyyən bir vaxt təyin olunur.
Məsələn, gecə vaxtı bir xüsusi müəyyən zikirlər ki, var tapşırılır. Vacibi ibadətlərimiz öz yerində. Mən bunlar bilinir ki, zöhr, əsr özü. O vaxtı ayırdım təfəkkürlə, asta, aram, qəlblə başlayırsan o zikirlər eləməyə. Və get-gedə bir dönəmdən sonra artıq bu qəlbin dili danışmağa başlayır. Get-gedə zehni məlumatlar qəlbi mərifətlərə çevrilməyə başlayır. Daha oradan keçirsən bu birisi mərhələyə, nəzəri ağıl, bayaq praktiki ağıl deyirdi Axund. Daha artıq praktiki ağıl hərəkətə gəlməyə başlayır. Elm mərifətə çevrilir. Cövhəri hərəkətlə sanki materiya metafizikə çevrilməyə başlayır. Bu bir yolu mən hələ ki istədim, mən də bir fikir deyim. Davam inşallah indi söhbət əsasında Seyid Ağa da toxusunlar. Çox gözəl. Buyurun. Bismillahirrahmanirrahim. Allah razı olsun hər ikimizdən. Ümumiyyətlə, biraz bundan da istəyirəm əvvələ keçən ki, kimisə beynində sual yarana bilər ki, mən niyə bildiklərimi inanca çevirməliyəm? Bildiklərimi niyə inanca çevirməliyəm? Nə hacət var buna? Elə bilirəm, bu nəzəri olaraq, elmi olaraq ya çox bəhs olunmayıb, ya da ola bilər İslam dünyasında bəhs olunub, bizə çox gəlib çatmayıb ki, İslam təlimatları və realizm. Realizm fəlsəfi mənada, leksik mənada, anlamda. Yəni, reallığı anlamaq. Ki, bu həyat nə deməkdir? Bu həyat nə deməkdir? Bizim təəssüf ki, alimlərdən biri çox gözəl buyururdu. Buyururdu ki, biz nəzəriyyədə Musa əleyhissalam kimi düşünürük. Amma yaşayışda Qarun kimi, Firon kimi. Ya nəzəri olaraq inanc əhliyik, praktik olaraq materialist insanlar. Yəni, elə materiyadan ver, elə fiziki ləzzətlərdən, elə buna, hər şeyimiz buna köklənib, buna fokuslanıb. Məsələn, siz danışdıqca mən bir dinləyici kimi qulaq asıram və beynimdə bu yaranır ki, bunlar hamısına qulluq edir ki, günlərin bir günü buradan biz getməliyik. Amma İmam-ı Sadiq əleyhissalamın məşhur kəlamı ki var, ən yəqin və ən az inanılan şeylərdən biri ölümdür də. Hamının şuuraltısı budur ki, yox, mənlik deyil o. O mənə aid deyil, ölmək özü. Bilirəm, amma mənə aid deyil. O ey iman gətirənlər, iman gətirin ayəsini buna şamil etmək olar. Əlbəttə, şamil etmək. Yəni nəzərdə qalmasın, nəzəriyyə kimi qalmasın. Elə bizim mövzumuz o ayədir əslində. İndi məsələ nədir? İnsan bilsə ki, baxın, bir dəryada bir balıq var. Allah bunu niyə yaradıb? Başqaları qidalansın. Qızıl əşyası var. Allah bunu niyə yaradıb? Bəzək kimi istifadə olunsun. Avtomobil var. Bunu niyə yaradıb? Bu sürülsün də. Məsələn, heyvan var süd vermək üçün. Nə bilim, göydə quş uçur vurulmasın. Bitkilər var vitamin. Bir nəfər sual vermir ki, balam, bu insan nəyə xidmət edir? Bunun funksiyası nədir? Bu heyvandır, vitamindir, bitkidir. Bu hansındandır? Bu müəyyən olsa, artıq yol xəritəsi hazırlanmağa başlayar. Nə üçün yaramışam? Hətta mənim funksiyam nədir? Axı, mən bütün bu varlıqların orta hissəsiyəm sanki. Yəni, hərəsindən bir şey var məndə, amma heç biri deyiləm. Həzrət Əli demir ki, ya Allah rəhmət olsun kişiyə ki, bilir, hardadır, hardan gəlib, haraya gedir. Mən kiməm? Mənim funksiyam nədir? Mən insan olaraq nəçiyəm? Nə iş görməliyəm? Mənə verilən potensiallar, istedadlar fərqlidir. O nə mələyə verilib, nə heyvana verilib, nə balığa verilib, nə bitkiyə verilib. Tamam başqa bir şeydir. Yəni, mən bu hədisin özünün kökün araşdırmamışam, Axunddan eşitmişəm ilk dəfə. Deyir, Allah Teala bəzi ağılı zəif olan insanlara da sərvət verir ki, sərvətlilər elə bilməsinlər ki, ağılla qazanıblar. İmam Rıza əleyhissalam. Yəni, madam ki, həyatın ən lüks formatında yaşamağa ağıl lazım deyil, bu ağıl Allah niyə verib? Bu yaradıcılıq, bu xəllaqiyyət insanda niyə var? İnsan onu həll eləsə, artıq ehtiyac duyacaq ki, mən bir yol axtarmalıyam, mən özümü ki tanıdım, mən nəyəm, kiməm, nəçiyəm, mahiyyətim, həqiqətim nədən ibarətdir. Artıq
atmalıyam bu yekinəsək, cansıxıcı, təkrar həyatı. Milyardlar gəlir, işləyir, yeyir, içir, ölür. Gəlir, işləyir, yeyir, içir. Bu nə deməkdir bu? Bu biraz fərqli olmaq Bir lazımdır. şeyə toxundun. O ehtiyac məsələsi var ha. O teşkinəlik yaranmalıdır. İbadət, insan ibadətə həll eləməlidir ki, mənim ehtiyacım var bu ibadətə. Məsuliyyət deyil, mənim enerji xəzinədir sanki. Yəni mənim qidamdır o libasu təqva, xeyr. Təqva libası innə xeyrə zadət təqva. Ən yaxşı azuqə təqvadır. Haranın azuqəsi? Mən yola çıxıramsa çörək götürəcəm, su götürəcəm, tərəvəz götürəcəm, ət götürəcəm. Bu təqva haranın azuqəsidir? Allah Taala bunu bizə deyir. Adam bilsə ki, mən yol adamıyam, İnnəkə kadihun. Sən məşəqqətlə hərəkət etməyə məcbursan. Burada adam ixtiyarı özündə deyil. Kimsə deyə bilməz ki, mənə Allah azadlıq verib, istəyərəm, gedərəm Allaha tərəf, istəyərəm, getmərəm. Belə bir şey yoxdur. Məcbursan gedəsən. Madam bu yolu gedəcəksən, bu yolun yolçusan sənə, bu ixtiyar, bu seçim verilməyib ki, çıxasan yoldan. İstəsən də, yəni üzünü Allah dərgahına tutsan da Allaha tərəf gedirsən, üzünü Allah dərgahına tutmasan da Allah tərəf gedirsən. Belə deyək də, gedib getməmək üçün sənə seçim verilməyib, hara gedib getməmək üçün sənə seçim Bəli, verilməyib. inna lillah və əslində heç Raciun. mən deyərdim ki, o da yoxdur. Çünki məyər ateist Allaha tərəf getmir. Bir sənə demək istəyirəm. Bir var, mən gediyim, getməyim, bu gedəcəm. İnnəkə kadihlə Rabbi kədə. Amma Cəlalı ilə görüşmək, Cəmalı ilə görüşmək sənin ixtiyarın. Necə gedim? Hansı qapıya gedim? Bunu təyin edəndən sonra, teşnəliyi özündə yaradandan sonra artıq başlayacaq yol xəritəsi və burada məlum olur ki, doğrudur. Bizim zehni biliklərimiz inanclara çevrilməsə, belə də əhəmiyyəti yoxdur. Amma bizim zehni biliklərimiz olmasa da heç nəyin əhəmiyyəti yoxdur. Yəni biz əvvəlcə özümüzü məlumatlandırmalıyıq, maarifləndirməliyik ki, mən nəticəyəm ki, mən hardayam, ondan sonra başlamalıyam bu istiqamətdə iş görməyə və alimlərdən birinin çox gözəl bir sözü var. Bilmirəm, hədisdir, bu nədir? Deyir ki, bilik var qüvvəsi ilə haray çəkib əməli çağırır. Bilik var qüvvəsi ilə fəryad qoparır ki, əməl. Yoxsa bu biliyin mənası nədir? Yəni, mən bilirəm ki, əlimi oda vura bilmərəm, amma vururam. Bu bilmək, Əli İslamın sözü var, buyurur, elmini əməl eləməyən adam alim deyil, cahildir. Savadsız kimi bir şeydir. Yəni, biliyinin nə xeyri oldu, nə mənası oldu, nə funksiyası oldu. Ağsaqqal məsləhət verir, deyir, torpağı əkib becərməsə onu qorumağa değməz. Qorumasa onu əkib becərməyə değməz. Hədis deyən də deyir ki, elm əməli çağırır, gəlsə əla, gəlməsə yartəhil, elm də köçür gedər. Bəli. Nə ehtiyac var ki, o elm istəyən? Bunun ki, təsiri, ümumiyyətlə, dünyəvi elmlərə baxaq. Akademiyalarda, ali məktəblərdə, laboratoriyalarda, yəni bilik mərkəzlərində, təcrübə mərkəzlərində hansı elmə hörmət eləyirlər? O elm ki, tətbiqi mümkündür. O elm ki, realdır, yəni həyatda özünü göstərə bilir. Niyə görə fəlsəfi elmlər müasir dövrümüzdə çox da aktual deyil? Çünki müasir dövr material dövrdür. Materializmin, hətta dini camiələrdə də materializmin tüğyan elədiyi dövrdür. Burada nəzəriyyəni demirəm. Yəni, dindarların da mütləq əksəriyyəti materialist düşüncədədir ki, ver, dünya ver, dünya ver, dünya ver, dünya ver. Bu artıq fəlsəfə nədən danışır? İslami fəlsəfədən söhbət edir, hikməti mütaliədən. O söhbət edir əbədiyyətdən. Bunun əbədiyyət üçün planı yoxdur ki. Ona görə buna fizika sərf eləyir, riyaziyyat sərf eləyir, tibb sərf eləyir. O tətbiqi mümkün olan ki, o elm var ha. Məsələ də odur ki, Quran-ı Kərimdə ona görə hətta sırat-ül müstəqimdən də söhbət eləyəndə insanları misal gətirir, insan faktoru ki, filan insan, bax ona... Bu təcrübədən keçib, bəli, bu təcrübədən keçib, o bu cür adam olub. Belə adam olmaq istəmirsən, məsələ budur. Uğur buradadır. Bəli, o həyata keçirdəndə insan necə olur? 14 məsumun misal kimi göstərir. Və yaxud da ondan sonra onun yolunu gedən insanlar, onları misal kimi göstərilir ki, bu yaşayış budur da, bildik və əməl eləyəndə bura gəlib çıxırsan. Söhbət budur. Sonra Hacı Ramil deyən ki, təlqindən başlayırsan ki,
Ümumiyyətlə bu təkcə dini təlimatlarda deyil. Bugün siz bir peşəkar psixoloqa müraciət eləyin, terapistə müraciət eləyin ki, bugünümüzün ən böyük xəstəliyi mənəvi psixoloji xəstəliklərdə əsasən insanların stresi, nigarançılığı, depressiyası, psixoloji pozuntu özdə bu zahirən xoşbəxt, bədbəxt görünməyə baxmır. Hamıda tüğyan eləyir. İlk sözü bilirsiniz nədir? Ged özünə təlqin elə. Eyni sözü Əli əleyhissalamın və digər məsumların hədislərində var. Əleyhissalam buyurur ki, səbr eləyin. Həzrət Əli buyurur, səbr eləyin. Həmişə deyirəm ki, Həzrət Əli əleyhissalamın ustalığı budur ki, sözü deyir, sözü eşidənin zehnində yarana biləcəyi növbəti sualın da cavabını verir. Buyurur, səbr eləyin. Ya da özünüzü səbr eləyən kimi göstərin. Esbiru əv tasabbəru. Ya səbr eləyin. Gördünüz səbr elə bilmirsiniz, səbrli adamın roluna girin. İlləm təkud həlimən fətəhəlləm. Gördünüz təmkinli ola bilmirsiniz, özünüzü təmkinli aparın. Hədislərdə niyə deyilir ki, əsəbləşmirsənsə dur, durmusansa yeri, halətini dəyiş, su iç, nəsə elə ki, yəni çünki ağıl, qəzəbi, şəhvəti idarə etsə insan kamildir. Qəzəb və ya şəhvət ağlı idarə etsə insan kamil deyil. Mömin insan o zaman qəzəbdən və şəhvətdən istifadə etməlidir ki, ağıl tələb eləyir. Nəinki mən çox əsəbləşdim, özümü itirdim. Özümü itirdim, yəni mən 10 saniyə dəli oldum. Müalicə olunması bir şeydir. Sən 10 saniyəlik xəstələnirsən hər dava düşəndə. Bunu həll eləməlisən. Biz gərək bu nöqtələrə, bu nüanslara diqqət yetirək ki, insan məcburdur kamilləşməyə. Çünki bizdən sorğu-sual kamillik ilə əlaqədar olacaq. Yəni, biz deyənmərik ki, mən elə naqis gedim. Naqis deyirsən, səndən kamil gəlib söz. Zikr yada salmaq deyil. Zikr yada salmaqdırsa, elə o adam ki, deyir, bir an özümlə çıxdım. Zikr onun üçündür ki, həmişə yadıma sal yenə. Çıxdın qayıb. Boş vaxt oturub zikr eləmək asandır axı. Heç nə yoxdur. Gərginlikdə nə şəhvətlik bir iş var, nə qəzəbli. Oturur nə qədər subhanallah deyirsəndir. Amma xatırlamaq o vaxt olur ki, artıq neynənsə üzbəüz çıxırsan. Onda Allahı xatırlamalısan və Allahın dediyinə əməl eləməlisən. Yox, gözləyirəm, müzakirə edirik, zikr edirik. Burada necə eləyək buraya gələk çataq, neyi təmizləyək ki? Deyir, elmi deyir, mən təmiz qəlbə verərəm, Allah deyir. Gərək qəlbi təmiz saxlayasan da. Bunun birinci şərti odur ki, havayı, nəfsə uymayasan, müvəqqəti şeylərə uymayasan. Sənə o olmaz deyilən şeylər ki var, bunlar iki cürddə, fitri, fikri qanunlarda. Sənin fitrətin nəyə olmaz deyir? Yalana, oğurluğa, qeybətə və s. və s. Fikhün nəyə olmaz deyir? Bu olmazların hamısını birləşdirəsən və günahdan qaçasan, günah etməyəsən. Ondan sonra meydan açılır sənin üçün. Və bir də ona oxşar bir şeydir. Günah olmalı günahdır. İnsan gərək bu işlər üçün adətdən uzaqlaşsın. Daha doğrusu, adəti gətirib ibadət şəklində eləməsin. Adətlə ibadət yazılanda bir dənə B fərqi var da, o da bəndəçilikdir. Allaha həqiqi bənd olasan. Ay, bunu filan kəs nə deyər bu haqda? O mənə nə deyər Allah Teala? Deyirsən, mənim əmrimə əsas tut ki, nə? Cəmaatı fikirləşmə. Elə olsa, mən səni öz gözümdə də, cəmaatın gözündə də ucaldaram. Amma əksi olsa, tərsinəsi olsa, cəmaata görə Allah qanununu tapdalasın, deyirlər, mən səni verərəm onların ümidinə. Cəmaatın da ümidinə. Bir dənə hədisdə var ki, deyir, o tərif edən bir dənə nasıl sənə elə nə gəldi, həmən adam danışar. Ümumiyyətlə, bu ilahi sünnədir ki, nəyin uğrunda ki, ilahi qanunu tapdalayırsan, hələ o şeyin əli ilə də vurulursan. Onun əli ilə də məhv olursan. Deməli, günahdan qaçmaq.
Bunların bu mərifətə çevrilməsi ki var, bu biliyimizin yaşantıya çevrilməsi, bunların maniyələridir hamısı. Havai nəfsə uymaq, günah eləmək, düzgün düşünməmək, ibadəti adətə qurban vermək, ondan sonra günahda israrla davam eləmək, inatkarlıq eləmək, bunlar hamısı maniyələrdir. Amma bunların birləşdirib hamısını, bir dənə söz desək, Peyğəmbərimizə sual verirlər bu məsələ haqqında. Ki, necə olsun ki, biz necə eləyək ki, mərifətimiz artsın, necə olsun ki, biliyimiz o həyata keçsin, necə olsun ki, dualarımız qəbul olsun. Bu nəyə görə, səbəbi nədir bunların? Peyğəmbərimiz 10 dənə şərt sayır. Düzdür, indi nə qədər çatar, mən bir-iki dənə, yəni tez-tez də demək olar onu, ancaq ötür-ötür də deyə bilərik. Birincisi odur ki, Allahı qəbul etdiniz, amma bəndəçilik eləmədiniz Allaha. Burada da incə məsələlər var. Allahın xaliq olmağını cəmaatın normal zehni söyləyib, normal düşünən adamlar Allahın xaliq olmağını qəbul eləyir. Amma rübubiyyətini uzur qəbul eləyə bilmir. Allahı qəbul ediniz, bəndəçilik eləmədiniz. Qur'anı qəbul ediniz, Qur'anın əmrlərinə itaət eləmədiniz. Deyir, Peyğəmbəri, çox qəribə şeydir ya, hələ Peyğəmbər sağlığında deyir, Peyğəmbəri qəbul elədiniz, amma əhl-i beytinə qarşı ədalətsiz oldunuz. Çox qəribə cavabdır. Və deyir, bildiniz şeytan düşməndir, amma onun istəkləri ilə oturdunuz. Rəhmətli Hüseyn Cavid deyir, iblisin dilindən, hər kəs məni dinlər, fəqət eylər yenə nifrət. Hər kəs mənə aciz qul ikən, bəslərə davət. Şeytan bildiniz ki, düşməndir. Düşmən bəllədiniz bunu, amma onun istəklərini həyata keçirdiniz. Cənnətə həvəsfiz oldu, amma onun üçün cəhd eləmədiniz. Cəhənnəmdən qorxdunuz, amma günahdan qaçmadınız. Cəhənnəmə səbəb olan bir şeyi eləmədiniz. Bunlar hamısı əslində maniyələrdir də. Deyir, dünyaya bildiniz ki, bel bağlamaq olmaz. Amma var dövləti sevdiniz. Bilirsən, dünya vəfasızdır. Bilirsən, dünya keçid yeridir, körpüdür. Amma vara, dövlətə, dünyaya bağlılığımız çox oldu. Əslində, əksin olmalıdır. Dünyanın bütün neymətləri gözəldir, neymətdir. Hər şey, dünyada nə var, hər şey neymətdir. O, haram olan ona bağlanmaqdır. İnsan yerək bağlanmasın. Və ölümü bildiniz, amma hazırlaşmadınız. Bildiniz ki, ölüm haqdır. Bayaq ağa misal çəkdi İmam Sadıq əleyhissalamla. Əli əleyhissalam nə deyir? Ölüm qədər şəkkə bənzəyən həqiqət yoxdur. Bildiniz ki, ölüm haqdır, hazırlaşmadınız ona. Cəmaatda eyib axtardınız. 9-cu şərtdir bu. Cəmaatda eyib axtardınız, amma öz eybinizə baxmadınız. Bu avtomatik belə olur ha. Başqasında eyib axtaranda öz eybini başlayırsan görməməyə. Vəcib filmən iştəğalə biyubən nas və huvə qafilun ən biyubən nəfsi. Başqalarında ayıb axtaran adama deyir, təəccüb eləyirəm, öz eybindən xəbəri yox. Başqasının, yox, hədisi qüdsüdən. Başqasının eybi ilə məşğul olan avtomatik öz eybini unudur və sonuncu və o təsirli notlarla qutaranam ki, 10-uncusu budur ki, getdiniz, onu bunu dəfn elədiniz, amma ibrət götürmədiniz. Bu Peyğəmbərimiz necə təkidlə, sünnət-i müəkkədədir ki, dəfində iştirak edin. Orada bir dənə mənzərə var ki, bir adam şəhriyardadır, bir adam köçürsə əgər həyatdan, sən elə bilmə ki, bircə can gedir. Hər solğun baxışda saysız arzular, hər kiçik tabutda bir cahan gedir. O gedir,
qalırıq biz yana-yana həsrəti ürəkdə daşımaq çətin. Hər gün yer altına, yerin üstündən köçür bir parçası bəşəriyyətin. Burada o qədər ibrət götürüləsi hadisələr var ki, insan belə bir halda dünyadan o qədər küsür, dünyaya o qədər biganə olur. Baxırsan ki, hələ hadisəyə bir dənə bax, bir adamı qəbrə qoyurlar. Bunun üçün ağlayan kim? Bunun üçün həqiqətən içəridən yanıb dua eləyən kim? Ağlayan var, amma mümkün deyilsə onun axirətini fikirləşmir. Getmək üçün ağlayır. Adam var, onun axirətini fikirləşir, doğrudan da dua eləyir. Adam var ki, el gözünə gəlib, bizdə belə deyərlərdi, el gözünə gəlib, deyəm ki, mən də burada iştirak eləyim. Biraz uzaqlaşdıqdan görürsən ki, bir dəstə adam yığışıb, biraz kənarda anekdot danışırlar. Bu yandan biri nə bilim, o birisi ilə zarafat eləyir. Uzaqlaşdıqca fərqli baxışlar var. Amma gedən o bir nəfərdir. Vay onun halına ki, gedib orada nə edəcək? Nə cavab verəcək? Hansı həyata keçəcək? Hansı ilahi o ədalətin o hansı tərəfi ilə bəyək düdünə camal sifəti ilə rastlaşacaq, Allahın cəlal sifəti ilə. Və insan əməllərinin girovundadır. Bunu insan düşünsə, mənə elə gəlir ki, bildikləri yaşantıya çevirlər. Çox üzr istəyirəm, mən deyəsən çox danışdım. Yox, yaxşı danışdınız. Estağfurullah. Bir məsələni qeyd eləmək istəyirəm. Axundun dedikləri, o hədislərdə çıxarış elədi, o yol xəritəsidir. Bəzi insanlar var ki, özünü blokluyur. Dəfnə də gedir, vecinə deyil, nə bilim, hədis də eşidir. Lap qulaq olasır, təsir eləmir. Münsif kimi qulaq asır. Hə, də indi yaxşı danışdın. Hətta görürsünüz də, məsələn, bəzi qırmızı xəttlər qoyur bəzi insanlar özləri üçün. Ölümdən danışmaq olmaz, uğursuzluqdan, ibrətdən danışmaq. Yəni, elə bir vəziyyət yaradır ki, sanki dünya hamısı ağılsızlardır. Bir dənə bu ağıllı bir teritoriya yaradıb, özü məntəqə yaradıb, region yaradıb da. Ki, burada ancaq bunun qanunları keçir. Mən həmişə bunu deyirəm ki, o adam ki, Allahı, mələyi, ölümü qəbul eləmir, onun şuralsında bu var ki, mən qəbul eləməsəm, mənim canımı almayacaqlar. O möminlərin canıdır o, yəni cənnət, cəhənnəm, can almaq, ölüm, qardaş, hamının canını eyni mələk alır və hamıya o əzab veriləcək günahkar olduğu təqdirdə. Problem budur ki, bəzi insanlar özlərini blokluyurlar. Bəzi hədislərdə var ki, şeytan bəzi insanı yumurtanın qabığı yumurtanı necə əhatə eləyibsə, o şəkildə əhatə eləyir. Əxatat bihi seyyiatuhu Qur'an. Qapını döyməklə, o yumurtanın divarını döyməklə sındırmaq lazımdır. Döyməklə düzəlmir. Yəni, insan ətrafına sarılmış o divarı sındırmaq üçün üsyan eləməlidir nəfsinə qarşı, şeytana qarşı. Xahiş eləməklə, yalvarmaq belə getmir. Qarşı tərəf həddən artıq peşəkardır. Yəni, şeytan, nəfs həddindən artıq peşəkardır. Bizim dünyaya bağlılıqlarımız, o saydıqlarımız ləzzətlər həddən artıq qalın divarlardır. Onu sındırmaq üçün baş işlətmək lazımdır. Peşəkar olmaq lazımdır. Yəni, yola verməklə, bugün 4 dəfə zikir dedim, şükür Allah'a. Belə şeylər nə olmur? O qədər doldurmalısan həyatını mənəviyyatla ki, o divarı yavaş-yavaş məhv eləməyi bacarsın. Bütün bədən palçığı batıb da bir stəkan suyun əmələ şeydir. Bəzən hətta bəzi insanlar var, o rekordlar kitabına düşür ki, 50 ildir bu çinmir, məsələn, yuyunmur. İndi onun gərək dərisini gərək, məsələn, şukurqalıyəsən, nə inəyəsən ki, su da kifayət deyil. Bəzi xəstələr var, o yandırmasan mikrobu yayılır. İnsan peşəkar olmalı. Peşəkarlıq nədən yaranır? Peşəkarlıq məşğuliyyətdən yaranır. Bir oğru nə zaman peşəkar oğru olur? Çox oğurluq eləyəndə. Bütün sahədə. Bütün sahələrdə belədir. Bir şair nə zaman yaxşı şair olur? Çox şeirlə məşğul. Bir təqvalı olmaq istəyən də o zaman peşəkar olacaq ki,
Çox işləsin bu sahədə. Günahdan çox qaçsın. Çox qaçsın, elmi şəkildə çox maarifləndirsin özünü, çevrəsini, mənəvi çevrəyə çevirsin, gedib gəldiyi yerlər mənəvi yerlər olsun. Ümumiyyətlə, adam özünün həkimi olmalıdır, burada özünü göstərir. Məsələn, bu adam istəyir cümə günü geçsin cümə namazına, məsciddə. Görür ki, ürəyimdən keçmir. Və bəhanə axtarır ki, bir məşğuliyyəti olsa getməsin, üzür yaransın. O onun özünə sual verməlidir. Niyə? Məndə bu mərəz hardandır? Mənim niyə xoşum gəlmir Allahın evindən, Allahın söhbətindən, Allah sözünü deyənlərdən? Bəzi insanlar var, o ruhaniləri, mənəvi insanları görəndə elə bil ki, məsələn, qutuda ilan görür, belə var qüvvəsi ilə qaçır. Görürsən, şəhərin o başında bir klub var, oranı tanıyır, evinin yanındakı məscidi tanımır, məsələn, bilmir. Soruşurlar ki, evinin yanındakı məscidin qapısı hardığını bilmir. Sabirdən misal da gətirir, harada müsəlman görən. Hə, ondan misal gətirir. Sabirin o bir sözlərini misal gətirmir. Ki, insan peşəkar, bunu istəyirəm ki, çox, hətta siz də müzakirə edin, görün nəyi. İnsan peşəkar möminə çevrilməsə şeytanla bacarmaz. Bu aksiyomadır. Yəni, biraz təqva, biraz günah, biraz savab, biraz məsiyyət, bununla gah nara, gah mıxa vurmaq. Hətta hədislərdə də var ki, o adamlar ki, gah elə olurlar, gah belə, onlar daim təhlükələdilər ki, hansı halda öləcəklər? Savab alında ölsə heç, birdən günah alında ölsə, küfürlə dünyadan köçmək təhlükəsi var. Çünki günah halında insan mömin olmur. Hədislərdə var ki, o vuruşmaq var o şeytanla. 2 dənə şərti var. Biri olmasa alınmaz. Biri Allaha sığınmaqdır. Çünki o hər tərəfli qabaqdadır səndən də. Ona görə Allah deyir, şeytan zəifdir. Çünki sənin arxında mən gəlmişim. Birinci Allaha sığınmalıdır. İkinci, şeytanla heç bir variantı keçmir. Ancaq qəzəb. Ona görə deyəndə də Auzu billah, bu Allaha sığınmaqdır. Şeytanə racimsə o qəzəbdir. Mütləq Allaha sığınmaq və şeytana qarşı qəzəb daşlamaq. Daşlamaq, xahiş eləmək, qışqırmaqla olmur, daşlamaq. Hə ki, mən də ona variant eləyim, mən də ona hiylə eləyim. Yox, hara hiylə eləyirsən? O bu işin daha mütəxəssisidir. Bələm mübauraları yerə vuran deyir şeytan. Və bir də şeytanı qovmağın, axın ikisini dedi, birini də mən əlavə eləyim. Bir Allaha sığınmaq. Çünki adam özünə inanan kimi, yəni Allahsız inanan kimi, məğlubiyyəti 100%. Allaha təvəkkül edərək inananlara qalib gəlir. Bir o, ikincisi şeytana qarşı üsyan, daşlamaq. Üçüncüsü şeytanın səndə olan tamahını aradan aparmaq. Şeytan səndə hansı zəif nöqtəni görür ki, yapışıb səndən? Niyə? Niyə müxləs bəndələrə yaxınlaşmır, sənə yaxınlaşır? Nə var səndə? O, bir alimlərdən biri dedi, şeytan, özür istəyirəm, huzurunuzdan uzaq, it kimi bir şeydir. Nə qədər ki, sənin əlində ət var, o it gələcək dalınca. Nə qədər çəkil desən, xeyri yoxdur. O ət səndə olmamalıdır ki, çəkil deyəndə qaçsın. Nə qədər ki, səndə tamah var. Deyil bu, Peyğəmbərimizdən ki, şeytan Allah dərgahının itidir. Bəli, kəlb-i müəlləm deyirlər də, yəni təlim görmüş it. Kim Allahla dostdur, o it onun cənnətə etməsinə vasitə olacaq. Amma kim Allahla düşməndə, o it onu qapacaq. O it onu sancacaq və Allah dərgahından uzaqlaşacaq. İndi bir məsələni də əgər icazə verirsə qeyd eləyim. Buyurun, əlbəttə. İndi burada 2 yol var. Hacı birini dedi, təlqin, növbəti yollardan ikisi mühüm. Biri budur, axund deyən kimi təmizləyəsən özünü. Adam var ki, təmizləyə bilmir özünü. İradə zəifləyib. Bədən xəstəliklə dolub, mənəvi xəstəliklərlə çətin gəlir. Hətta o düşüncədə deyil, dediyim kimi bloklayıb. Amma istəyir ki, çıxsın bu blokdan, bu hasardan, bu zindandan çıxsın. Ey bülbülü qüdsi, nə giriftar qəfəsdən, sındır qəfəsi. Qapısını axtarma. Sındır qəfəsi, taza gülistandır. Burada da indi bu adam istəyir ki, buradan çıxsın. Bir yolu budur ki, günahları filan təmizləsin. İndi bu adam, mümkün də bəzi günahları var, vərdişə çevrilib, adətə çevrilib, asanlıqla təmizlənmir. Buna da yol qoyublar dinimizdə. Deyirlər ki, vaxtının çoxunu dindarlıqla doldur, mənəviyyatla doldur, faydalı şeylərlə doldur. O yavaş-yavaş onu vücudundan sürüşdürüb çıxartsın.
Yəni bir var ki, bir xəstəliyi İmmuniteti sağaldırsan, qaldır da, ay yəni. sağ ol, vitaminləri çoxalt ki, ona yer qalmasın, o boğulub getsin, məhv olsun, getsin. Bunu adətən insanlar təmizləməkdən daha çox önəmli bilirlər. Deyirlər ki, bu rahat olar. Amma onu da eləmirlər. Onu eləmək lazımdır. Sabunlamaq lazımdır. Görürsən ki, günah sənin vücuduna hopub və onu uzaqlaşdıra bilmirsən. Onun o müxalifi olanlar da doldurur vücudunu. Namazla, elmlə, dinlə, təvəssüllə, Quran oxumaqla. Orucla. İndi bir məsələ var burada. Bizə şeytan təlqin edir ki, eləyərəmi, ləzzət eləmir axı. Hansı xəstənin mədəsinə normal yemək ləzzət eləyər? Hansı xəstənin dərmandan, iynədən xoşu? Gərək əziyyətə müəyyən qədər səbr eləyəsən, səbr eləyə bilmirsənsə, özünü səbr eləyən kimi göstərəsən, o rola girəsən ki, yavaş-yavaş o acılıqlar şirinliyə çevrilsin. O da nə var şirinliyə çevriləcək? İnsan peşəkar mömin olanda. İnsan görəndə ki, mənim alternativ, mənim yolumun ikinci variantı yoxdur. Yəni, mənim iki yolum yoxdur xoşbəxtlik üçün, bir yolum var. O zaman məcbur olacaq. Bir misal var, deməli bunu bir dəfə qeyd eləmişim, Özbək xalq nağılları var idi qabaq. Pul qazanmaq, ata oğluna deyir pul qazanmaq üçün, özü qazanmaq. İnsan bilsə ki, mənim başqa çarəm yoxdur, ataların sözü vardır, pişiyi də divara qısnayarsan, qaydıb insanı cırmaqlayar. Pişik insandan qorxur, amma nə vaxta qədər? O vaxta qədər ki, alternativi var, başqa yolu var. Görsə ki, pişik görsə ki, insanı vurmaqdan başqa yolum yoxdur, onda məcburluq vuracaq. İnsan da hələ ki düşünür, yox, şeytan məndən dostdur. Allah Quranda nə deyir? İnnəhu ləkum aduvvun mubin, aşkar düşmənivizdir. Mənim düşmənimi, öz düşməninizi dost tutmayın, Allah buyurur Quran-Kərimdə. Amma insana hələ bu çatmayıb. Hələ yaxşıdır, şeytanla hələ yola gedib. Amma haçan ki, başa sala bilsə özünü, o mərifət yaransa, o idrak yaransa ki, şeytanı əzməkdən başqa çıxış yolum yoxdur, onu da əzəcək. Bizdə bir məsələ var, adama doğrudan təsir eləyən məsələdir ki, şeytan kimdir ki, Allahla düşmənçi eləsin? Şeytan Allahla düşmənçi eləmir. Allah şeytanı düşmən bilib, yəni rəhmətindən uzaqlaşdırıb. Niyə görə bizim üstümüzdə? İndi bu hansı kişilikdəndir ki, Allah sənə görə şeytanı qovub. İndi sən gəlsən şeytanla yaxınlıq eləyirsən, yəni bunu hara yazaq, nəyə yazaq? Yəni bu hansı kişilik dəftərinə yazılır? Quranda şeytan haqqında bir ayə var, buyurur ki, və kanə minəl kafiri. Şeytan kafirlərdən idi. Bəziləri tərcümə edir kafirlərdən oldu. Amma o tədqiqatçı alimlər deyirlər kafirlərdən idi. Burada üzə çıxdı. İnsan da özü ilə əlaqədar peşəkarlaşandan sonra özünü tanımaqda, özünü idrakda. Onda görəcək ki, əslində şeytan mənə təlqin edirmiş ki, bu vəziyyətdə sən mərd çıxarsan. Burada sən yaxşı olarsan. Əslində belə deyil. İçimi doldurub mərəzlə. Onda başa düşəcək ki, mən xarab idim, gərək düzəldəm özümü. Biz hələ özümüzə çox üstün zənn edirik ki, mən yaxşı adamam, hərdən çaşıram. Yaxşı adamam. Mən çox yaxşı. Yox, insan özünü tanıyandan sonra bilir ki, mənim nə qədər problem var imiş. Şeytan mənim bu vücud istehkamımda nə qədər düşmənlərin gəlməsi üçün zəif nöqtələr yaradıb. Məni məhv eləmək üçün, məni sel aparsın deyə nə qədər selə yol yaradıb ki, vücudumu məhv eləsin, aparsın. Özünü tanımasa, o hədis var ki, Peyğəmbər sallallahu aleyhi və səhabələri ilə gedirdi, buyurdu, boş səhrada, daz səhrada buyurdu ki, gedin, zat gətirin, odun yığın, çöp yığın. Getdilər, dedilər, ya Resulullah, çöp var burada. Buyurdu, siz gedin yığın. Getdilər, yığdılar böyle bir tonqal kimi. Bir təpə yarandı, buyurdu, günahlar da belədir. Yəni, baxırsan, elə bilsən, yoxdur. Təmizdir mənim qəlbimin səhifəsi. Biraz özünü təftiş eləsən, nələr çıxır ortalığa.
Yəni bu qədər odun vücudumda yığılıbsa, elə cəhənnəm odunu budur da, elə məni yandırmaq üçün kifayət eləyir də. Haçan bu yaranır? İnsan peşəkar olanda özü barəsində. İnsan özü barəsində nə vaxt peşəkar olur? İmkan verəndə ki, mən özümü tanıyım. Biri söz deyəndə qulaq asmaq, bir nəsihət eşidəndə dinləmək və özünə bir şərait hazırlanır bəyan dedi. Bir saat təyin elə, 15 dəqiqə təyin elə, özün və özün və salam. Bu 15 dəqiqə mənimdir. Heç kəs bura telefon da müdaxilə edə bilməz. Əlbəttə ki, birinci dəfə olmayacaq, ikinci dəfə kamil olmayacaq, 5-ci dəfə, 15-ci dəfə. Bundan yorulmaq lazım deyil, başqa çarəmiz yoxdur. Cismə vaxt ayırırlar bu fitneslə falan. Cism üçün eləyirlər bunu. Ruh üçün amma vaxt ayrılmır. Heç onun yarısının yarısı qədər vaxt ayrılmır. Bir də burada bir mövzu da var ki, biraz Seyid toxundu ki, əvvəldə bu nədir də bizə faydası ki, məsələn, tutaq ki, mən zehni məlumat, mərifətə çevrilməsə nə baş verəcək ki, lap əvvəldə o mövzuya gəldi ki. Hələ o mövzuya daxil olan bir kişilər burada qeyd apardım. Baxın, nə problem olacaq. İndi ola bilsin, doğrudan yaxşı sualdır da, olmasın, çevrilməsin. Yaşayıram da bildiyim qədər bəsimdir. Yox. Yalnız bilgi həddində qalsan, bir mərhələni keçə bilərsən, amma öndə olan böyük mərhələlərdə ilişərsən. Misal, insanın biraz məlumat səviyyəsində oldu, yəni çevrilmədi o məlumatlar imana. Ola bilər, məsələn deyirəm, özü bir günaha tərəf üst tutmaz, amma günah ona gəldisə, Rahatçılıqla gedir. orada gedər, orada yıxılar. İndi ki, bu özü getmir, amma buna günah gəlir. Bəli. Bu yazmır, buna yazırlar, günaha dəvət edirlər, bağışlayın. Başlaşırsan? Ona görə Quran-ı Kərim bir ayə var, deyir, Ricalun la tulhihim ticarə və la bey'ən zikrillah. Deyir, bəzi bəndələrim var, nə ticarət, nə alqı-satqı, onu çəkib apara bilmir. Yəni ticarətlə də məşğuldur. Məşğuldur, alqı-satqıyla da məşğuldur, amma bəli, onu çəkib aparmır. Bir var, Quranda günahdan çəkin mövzusu var. Bir də var, deyir, bəzi bəndələri var, nə nusrif anhu əs-su'ə vəl-fəxşa. Günahı ondan uzaqlaşdırmışam. Yəni, günah nə zaman insandan uzaqlaşır? Daha insanda ki, iman bir həddə gəlir, oturuşur vücudda, daha günah da ondan fasilələnir, uzaqlaşmağa başlayır. Məsələn, Qəd əfləhəl mu'minunda hum ənilləğ və mu'rizun ayəsi var. E'raz ona deyirlər ki... Boş işlərdən də əl çəkir. Eyni zamanda da e'raz ona bir müfəssir belə izah verir. Dedi ki, e'raz odur ki, bir var adam günahı eləmir, gözü orada qalıb. Bu e'raz eləməyib. Meyil oradadır. Meyli oradadır, ruhu oradadır. Hər an çaşa bilər. Hər an ilişə bilər. E'raz odur ki, daha mənlə, onun arasında fasillər var, uzaq, o daha mən, heç meylim də yoxdur daha, məhəbbətim də yoxdur. İman, bax, bu qədər mühüm faktordur. O zehni məlumatın mərifətə çevrilir. Hədəf ali olmalıdır. Hədəf ali olmalıdır. Mən qıraqda diyanın bir balca tərpəniş olan kimi düşəcəyim gürüm-gürümbaz cəhənnəmin dibinə də. Hansı yolun ortasına keçdi. Yox, lap yuxarıda olmalısan. Adi bir dincəlməyə gedirsən, bir məsələn, bir gözəl bir yerə gedirsən, ən yaxşı otağı istəyirsən də. Heç harada görmüsünüz ki, bir adam geçsin, ki həmən otel olsun, amma mən hələ padvalda yer, raskalıqışqa salım, mən yatım orada, hələ bir şey yoxdur axı. Ən yaxşısını istəməzsən. İnsan ümumiyyətlə fitrətən ən yaxşısını istəyir də. Bəli. Quranda Allahın sərhədlərinə bağlı 2 cür ayə var. Biri la tə'tədudur, biri la təqrəbudur. Deyir, sərhədlərə yaxınlaşmayın. Bir də aşmayın. Bir ayədə sərhəddi keçməyin və sərhəddə yaxınlaşmayın. Biraz kənardayım. Məsələn, bəzi günahlar haqqında Allah deyir, və la təqrəbu zina. Zinaya yaxınlaşma. La təqrəbu maləl yetim. La təqrəbu maləl yetim. Yetim malına yaxınlaşma. Yaxınlaşma. Çünki adətən günaha bulaşan yaxınlaşıb bulaşır. Məsələn, o yaxınlaşmaq nədir? Misal, sən günahkarla ünsiyyəti şirin eləsən, bir gün düşəcəksən. Yaxınlaşdın artıq. Hər an düşə bilərsən oradan uçuruma. Bir dənə də ziyanı var, bir dənə də ziyanı mən qeyd edeyim. Allah Quranda buyurur, bu çox təhlükəli ziyandır. Bunun praktikada da, həyatda da görürük ki, bir çoxlarımız bunun nəticəsində imanlarını itirirlər. Buyurur ki, ثُمَّ كَانَ عَاقِبَةَ الَّذ۪ينَ أَسَاءُ السُّؤَى ən kəzzəbu ayətillah. Günahı çox eləyənlərin, israr eləyənlərin nəticəsi bu oldu ki, Allahın ayələrini inkar eləyirlər, təkzib eləyirlər. Əvvəl mömin idi,
əvvəl səndən məndən də yaxşı bilir dini bilikləri. Sonra imam qatil olur. O qədər günah elədi, özünü o qədər boş buraxdı, o qədər bu sözlərə qulaq asmadı. Bir gün görsən gedib Allahı da inkar edir, dini də inkar edir. Nədən yaranır? O elə bilir ki, elə bilmək bəs eləyir, həyata keçirmək lazım deyil. O biliyor orada qalır, çürüyür, iylənir, əməl bərbad vəziyyətdə. Bir dənə zəlzələ gələn kimi bunun o zəif fundamentli iman binası darmadağın olur. Hələ zulu zilzalən şədidə yox olar. Seyid ağa demişkən, asla zəlzələdə götə itirdi. Bir ağanın yaxşı bir alimlərin birinin sözü vardı, qəşəng söz, xoşuma gəldi. Dedi ki, qayıqla göldə üzmək olar, amma qayıqla da okeana girə bilmərsən. Bəli. Biz hələ ki yaxşıdır, belə sakitçilikdir. Az bilgilərlə, zaten bəlkə də bir neçə addım gedərik. O mərifət, mərifətə çevrilməsə, biz imtahanlarda neyniyəcəyik? Və yaxud başqa söz deyim, biz müsibətlərdə neyniyəcəyik? Birazca problem gələn kimi, müsibət gələn kimi, görsən bəzinin dilinə gətirir, bəzi ürəyində, mən neynəmişdim ona, bu başıma gəldi. Neynəmişdim, artıq başladı. Amma əgər Allah niyə görə deyir bəşşir sabirin, müjdə ver səbirlərə. Salam göndərir. Salam deyir, əlləzinə izə əsabəthu musibə qalu inna lillah və inna ileyhi raciun və ulaikə aleyhim salavatu min rabbihim və rəhmə və ulaikə humul muhtədun. Onlar doğru yol tapır. Və onlar deyir ki, əgər o çətinliklərdə, o müsibət ki, bunlara üst tutdu, gəldi, tapdı bunları, bunlar deyərlər, inna lillah, biz zaten onluydıq. Bu iman istəyir bu söz demək. Yəni yol elə budur. Və Allah deyir, mənim salamım olsun buna, mənim rəhmətim var, buna da yol çıxardacam onu. Baba, bu qəşəng söz budur. Onu müsibətdə gileylənməsin. Biraz öncə bir yerdəydim, bir ananın cavan övladı dünyasını dəyişmişdi. Anaya çox ürəyim ağrıdı. Allah ona səbir versin. Amin. Deyirəm, ana səbirli ol. Buradan bir yol açacaq Allah Taala. Adam səbir olanda görsən, qəlbinə hüzur da verir, aramlıq da verir. Yolun dəyişəcək, amma olacaq yol. Bəli, olacaq. Mütləq bir şeylər olacaq ki, Allah neyəcək? Vəlləzinə cahədu fina lənəhdiyənnəhum subulənə. Bizim yolumuzda biraz cəhd edin, səy göstərin, açılacaq yola. Bir dənə də söz deyim, yekunlaşıram mən fikrimi, ustadlar buyurarlar, nə istəsələr. Bilməm, vaxt, bir də deyə bilərəm bir kəlmə. Baxın, bir də ki, böyük hədəflərə gedən yol təkcə bilgi ilə getmək olmur. Bir yerdən sonra adam süsləşir. Deyir, axı, qəlbimlə duya bilmirəm, canımla hiss edə bilmirəm. Eşqdir, hər nə varsa aləmdə elmi bir qeyli qavlmış ancaq. Məsələn, bu yolu canla getməlisən. Bu canı salmasan söhbətə. Bu canı gətirməsən mərkəzə. Bu qəlbi işə salmasan. Bu qəlbi mövzu içə daxilləməsən. Bu sözlə, kəlmə ilə, yalnız məlumatla biz bir həddə qədər gedərik. Bir həddən sonra ki, gəldik, diyandıq dənizin qabağında, necə ki, Musanın qabağında yanında olanlar qayıtdı, ləmuğrəqun, batırdın ki bizi, bədbəxt elədin ki bizi. İnsan belədir ya, dünə necə yazıq Musa olan əlindən tutub nələr vermişdi. Biraz o yan bu yan olan kimi batdıq. Yazıq düşman olsun adı Musadır. Bir anlıq orada muğrəqun. Biz batdıq deyər. Niyə? Çünki iman olmayıb. Allah amma Musanın imanına bax, dedi, İnnə məyə Rabbi səyəhdini. Mənim Rəbbim mənlədir, inşallah ki, hidayət eləyəcəyimsə. Və ondan sonra da vurdu və yarıldı və keçdi. Bu mövzu o qədər mühümdirsə demək, Seyid əslində çox qəşəng nöqtəyə toxundu ki, biz bunun əhəmiyyətinə varmalıyıq ki, nə qədər ümumiyyətlə aktualdır bu mövzu. Bu qədər aktualdır bu mövzu. Əgər insanın mərifətinə çevrilməsə, bağışlı Seyid ağa, biraz məşhurluq gələn kimi, təsəvvürsə, Əhl-i Beytin adı ilə məşhur olur. Kimsə sevir onu. Bir müddətdən sonra onu itirməmək üçün Əhl-i Beytin yolundan çıxır. Başa düşdün? Axı, məni onu sevdirən bugün Əhl-i Beyt idi. İndi mən onu itirməmək üçün Əhl-i Beytin buyruqlarını qurban verirəm. Buna deyirlər, rüşd eləməsə insan, bu mövzunun adı Quranda rüşdür, bir adı fəlahdır. Ki, insan gələk, zehni çevrilsin dünənlə bugün bərabər olmasın. Bəli. Bir dənə də mən faydasını deyim. Yaxşı, əgər bizim biliklərimiz daxilimizə hopsa, biz həyatımızı dindar yaşasaq, nə olacaq? Bu olacaq. Bu günümüzün bütün həkimlərin, bütün filosofların, bütün psixoloqların ən böyük dərdi olan
huzursuzluq, bu depressiya, nigarançılıq, narahatlıq, rahatlıq tapa bilməmək həll olacaq. Əla, bi zikrillah tətməinnul qulub. Qəşəng. Onun qədər heç bir nemət böyük deyil. Arxayınlıq, aramlıq, təmkin, dağ kimi möhkəm olmaq, problemləri ki biz həll edə bilməyəcəyik. O deyir, görürsən bütün dünya tikanlıqdır, tikanları qırmağa səy göstərmə. Ayaqqabı möhkəm belə, bu daha asandır. Bu tikanlıq onsuz da həll olan deyil. Bu da belə dünya dərdlidir, təlaşlıdır, problemlidir. Bunun qarşısında isə ilahi zikir, Allahı müzakirə eləmək, Allahı zikr eləmək, Allah ilə yaşamaq, yəni dünyanın, varlığın mənbəyinə bağlanmaq. Hər şey varlıqdan ibarətdir. Sən varlığın mənbəyinə bağlısansa, nə problemin var, nə qorxun var, nə narahatçılığın var. O əldə olunacaq ki, ən böyük nemətdir. Bu mövzunu heyfdir, şirin mövzudur, faydalı mövzudur. Əgər məsləhət bilsəniz, növbəti həftədə davam edərik. Mütləq. Mənim verdiyim suallar elə qaldı, demək olar ki, bəli, müqəddimədə qaldınız. Yəni suallarıma cavab olmadı. Daha doğrusu biraz pis sıxdı. Suallara kifayət qədər cavab oldu, amma sual çox idi. Hamısına cavab olmadı. Maşallah olsun, o qədər gözəl mövzunu əda elədiniz. Bəzən Quranda belə bir mövzu var. Bəli. Sual verir ki, nə xərcliyə? Allah deyir kimə xərcliyində. Allah sualda dəyişir, mövzunu dəyişir. Bəli. Çünki mövzu bu idi. Buyurun. Allah sizi qorusun ustadlar, var olasınız. Allah ömrünüzə bərəkət versin.